Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bu videoda mən sizə dövlət qulluğuna qəbul üzrə keçirilən ümumi müsahibələrdə kimlərin iştirak edə bilməsi barədə məlumat verəcəm. Belə ki, birinci növbədə yadda saxlayaq ki, ümumi müsahibələrdə iştirak etmək üçün namizədlərdən dövlət qulluğu sertifikatı tələb olunmur. Yəni, ümumi müsahibə sertifikat əldə edən şəxslərin dövlət qulluğuna qəbul edilməsi üçün keçirilən bir mərhələ deyil. Bu artıq başqa şəxslər üçün nəzərdə tutulmuş bir qəbul mərhələsidir. Sualımız belədir ki, ümumi müsahibələrdə kimlər iştirak edə bilər? Ümumi müsahibələrdə iştirak edən şəxslər əsas 7 kateqoriyaya bölünür. İndi başlayaq kimlərdir? Birinci növbədə, əgər siz hal-hazırda dövlət qulluğunda inzibati vəzifələrdə daimi dövlət qulluqçusu olaraq işləyirsinizsə, bu dövlət qulluğunun mülki növündən söhbət gedir. Yəni, xüsusi dövlət orqanlarından yox. Mülki növündə hal-hazırda inzibati vəzifələrdə daimi dövlət qulluğunda işləyirsinizsə, stajınızın nə qədər olmasından asılı olmayaraq ümumi müsahibədə iştirak edə bilərsiniz. Yəni, şərt deyil ki, burada 5 il staj olsun, 1 ildə ola bilər, 2 ildə ola bilər, fərq etməz. Birinci oldu bu. İkinci növbədə, əgər siz əvvəllər dövlət qulluğunda inzibati vəzifələrdə minimum 5 il dövlət qulluğu keçmişsinizsə, siz də hal-hazırda dövlət qulluğunda olsanız da, olmasanız da 5 il stajınız olduğu halda yenə də ümumi müsahibədə iştirak edə bilirsiniz. Üçüncü kateqoriya şəxslər isə dövlət qulluğunun xüsusi növündə. Yəni, deyək ki, Daxili İşlər Nazirliyidir, Müdafiə Nazirliyidir, yəni Daxili İşlər Nazirliyində polis orqanları falan bunlardan söhbət gedir. Eyni zamanda miqrasiya xidmətidir, vergi xidmətidir, baxın və digər orqanlar da var, gömrük falan. Bu orqanlarda əgər siz hal-hazırda daimi xüsusi rütbə tələb edən vəzifələrdə, məsələn, orada rütbə olmayanlarda yox, xüsusi rütbə tələb edən vəzifələrdə daimi qulluqda çalışırsınızsa, hal-hazırda stajınızdan asılı olmayaraq və xüsusi rütbəyə maliksinizsə, siz də ümumi müsahibədə iştirak edə bilərsiniz. Dördüncü kateqoriya şəxslər isə, bayaq saydığımız kimi, dövlət qulluğunun xüsusi növündə əvvəllər işləmiş və azı 5 il qulluq stajına malik olan şəxslər. Dediyim kimi, bu xüsusi növ deyəndə ancaq burada xüsusi rütbəsi olan şəxslərdən söhbət gedir. Yəni, zabit heyətindən söhbət gedir. 5 il siz həmin o zabit heyəti kimi xüsusi növdə işləmişsinizsə, hal-hazırda dövlət qulluğunda olmasanız belə, yenə də siz ümumi müsahibədə iştirak edə bilirsiniz. 5-ci kateqoriya şəxslər Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli qərarı var. O qərarda müəyyən dövlət orqanları, qurumları var ki, həmin qurumlarda 10 il ən azı iş təcrübəsinə malik olan şəxslər də orada siyahı, o qərarla təsdiq olmuş bir siyahı var. Həmin o siyahı üzrə 10 il siyahı üzrə göstərilən vəzifələrdə 10 il iş təcrübəsi olan şəxslər də ümumi müsahibədə iştirak edə bilərlər. 6-cı kateqoriya şəxslər dövlət orqanlarının ləğvi, ştatların sayı, dövlət qulluğu vəzifələrinin ixtisarı nəticəsində əgər bir adam ehtiyat kadrlar siyasətine daxil edilibsə, onlar da ümumi müsahibələrdə iştirak edə bilərlər. Hazırda qulluqda olmasalar belə. Axı, onların adı artıq ehtiyat kadrdadır və bu, onların iradəsindən asılı olmayan bir proses olduğu üçün həmin şəxslər də ümumi müsahibə mərhələsində iştirak edə bilərlər. Və 7-ci kateqoriya şəxslər isə o elanda verilmiş vakant vəzifənin tutulması üçün müəyyən bir təhsil tələbi qoyulur. Həmin təhsil tələbinə uyğun olaraq müvafiq istiqamətlər üzrə elmlər doktoru, yəni elmlər namizədi keçərli deyil, elmlər doktoru, elmi dərəcəsi olan şəxslər də eyni zamanda ümumi müsahibələrdə iştirak edə bilərlər. Başqa ümumi müsahibələrlə bağlı əgər hər hansı suallarınız olarsa, videonun aşağı hissəsində, rəy bölməsində yazmaqla soruşa bilərsiniz və yaxud da aşağıda mən nömrə qeyd edəcəm. Həmin nömrəni də əlaqə saxlaya bilərsiniz, suallarınızı verə bilərsiniz. Hər birinizə müsahibələrdə uğurlar arzulayıram.